Kamil müəllim, Kamil qardaş. Deməli, sabahki mövzularımız çox olacaq, amma bir dənə sualı belə verim. Su qovuşanda canlar qoyulmadı ki, su qoda canlar qoyulsun. Bir əlaqə verə bilərsənmi bu cümləyə? Biraz fəlsəfi cümlə idi. O səhər fikirləşərəm. Səhərə kimi fikirləşərəm. Su qo bilirsəm nədir? Su qo bilirsinizmi? Yox, onu bilmədim. Niyə reklamlarda doldu su qo Ha, bilirsiniz nədir? ha, kafama çıxırdınız. İndi baş sual buydu ki, su qo və su qovuşanla mən belə bir cümlə qurdum. TikTok'da bir 300 min insan buna dəstək Hə. verdi. Baxıram bir gün sıxır qabağına su qoyacaq. Başa Amma düşdüm. Instagramda isə bəzən başqa şeylər yazdılar ki, bu nə mənasız cümlədir. Mən də yazdım ki, atan can qoymadı ki, sən avaraçılıq eləyəsən misalında bir cümlədir. Ha. Yəni loru dildə desək. Su qovuşanda can qoyanlar sizcə su qoda can qoyanları, cavanları görsəydi canlarından keçməyə razı olardılarmı? Əslində belə bir şey deyim sizə. Bir dəfə mənə bu sualı vermişdilər. Aha. Onda bu bizdən İraq tipi insanların daha modda olan var. İndi də moddadılar, söhbət yox. Amma biraz təzə aktivləşən vaxtları idi. Dedilər ki, heyif səni kimi oğuldan siz can qoydunuz belələri kef eləsin deyə. Bəli. Mən orada ona bir söz dedim ki, dedim biz can qoymadıq. Biz dedim onlara görə can qoymadıq ki, onlar kef eləsin. Biz dedim yaxşı insanlara görə can qoyduq ki, o insanlar kef eləsin. Sadəcə dedim bu cəmiyyətin prinsipidir və pislər həmişə dedim yaxşılara görə kef edir. İndi o su qovuşanda can qoyanlar yenə can qoyardı. Təbii ki, İndi burada yaxşılara görə. onlara hərənin öz yolu var. Burada bir məsələ var. Mən su qovuşanda can qoyanların mövqesi aydındır. Su qoda da can qoyanların mövqesi aydındır. Amma biz belə bir sual verəndə nə su qovuşandan danışmayıb, nə də su qodan danışmayıb. Bizim şəxsimizə danışanlara, onların düşüncə tərzindən nə yön istiqamət vermək olar ki, onlar baxışını dəyişsinlər. O da bu cəmiyyətin bütün dönəmində var. Bu yönünü dəyişmək istəməyənlər onsuz da dəyişmir. Yönsüzdülər. O məsələnin mahiyyətinə varmayan, bizim nə demək istədiyimizi, nədən danışmaq istədiyimizi, nə üçün bunu danışdığımızı bilməyən insanlar biz zaten o başlara bilmərik. Ona görə ən yaxşısı o diqqət eləməmək, baş qoşmamaq, mümkün qədər onlar üçün dua eləmək ki, Mən deyərdim bəlkə ki, Allah düzəllər onları. bəli, bir nəfərin, bir rejissorun mamasının gözəl sözü var. Deyə onu ancaq dua düzəldər. Bir hələ qabul olunan duan varsa deyə onu özüm üçün eləyərdim də. Yaxşı sözdür. Buradan salamlayıram. Samid qardaş sizi də, mamanı da salamlayıram. Gözəl ailədir. Bizdə çox qonaq olublar. Çox Məqsəddə gözəl, də, çox gözəl. çəkilişlərdə də. Sabah görüşürük Sabah inşallah. görüşürük inşallah. Sizə İnşallah. bir dənə sualım var. Ver. Bu cəmiyyətdə fayda, yəni vermək üçün, yəni faydalı da 3 şey istəyirəm ki, nə olar? Toplayın onu 3 şeyin içindədir elə bir ki. 3 sual, 3 dənə elə bir ki, cavab Üç verin. əməlin 3 içindəmi? əməlin içində. Bu insanlara Bizmi Yəni- yoxsa hər kəs özü üçünmü? hər kəs özü üçün də və siz də onlara. Yəni Kamil qardaşım Kömək olar. 3 şeyə sığışdırmaq olmaz. 3 şey yox. 1, 2, əməl. 3 elə bir ki. Hə, bir bunu iki elə, bu, iki üç bunu bu. elə. Belə. Hə, Aha. Məncə var ha. Öləcəyini unutmasınlar. Tamam. Çünki inanclı və inancsızlara görə deyirəm, öləndə bir də it kimi ölmək var, insan kimi ölmək var. Yaddaşlarda xoş qalmaq var, bəddua aparmaq var. Razısınızmı? Aha. İkincisi, yəni özünə istəmədiyini başqasına eləmə. Yəni düşün ki, bunu sənin sevdiklərinə, valideynlərinə, dost tanışına eləsələr, nə yaşayarsan? Bunu eləmə. Bir də sən bilmirsən deyə bu belə deyil demək deyil düşüncəsini həmişə yadında saxla. O belə bir məsələ var idi. Deməli, məscidlərin birində
bir İslam alimi gəlib görür ki, bir nəfər xütbə verir, dindən danışır, durur cümədə, cüməni pozmaq olmaz. Deyir ki, sənin danışdığın İslamda yoxdur. Nə danışırsan sən? Oradan bir uşaq durur, deyir ki, əmi, sən deyir İslamın yarısını bilirsən? Deyir, yox. Tutaq ki, deyir yarısını bilirsən. Bəlkə deyir, bu sən bilmədiyin ikinci yarısından danışır. Yəni, mənim 3 qayda budur. Siz öz baxış açınızı desəz, Siz dediniz daha hocam. Mən desəm 6 olur. Tövsiyə də, sən də öz Mən desəm 6 oluraq. 3'ün hoca sən də dedi. öz üç insanlara tövsiyə. O sabah deyərəm. olar. Mütləq. Bəzi şeylər var Hər ki, şey, hər şey bir gün bax, deməyək də. ondan əlavə də sosial cəmiyyət, yəni insanları, şəbəkə adamları mütləq sözlərini elə qurmalıdır, cümlələrini elə qurmalıdır ki, heç bir strukturdan nöqsan tutulmasın. Bunu həmişə diqqət etmək məcburiyyətindəyik, düzdürmü? Çünki siz səhv edəndə 10 nəfər tapdalayır, bizi 1 milyon. Sonra linç olma gedir. Onun üçün adam var oturuşdan, adam var baxışdan, adam var səs tembirindən, hərfdən nöqsan tuturlar. Deyir, bəy verən atın dişinə baxmazlar, amma artıq bəyin də dişinə baxırlar. Biz danışanda dişimizin olmamağından da nöqsan tuturlar, xəbərim var. Neçə dəfə izah eləmişəm ki, bizdə xəstəliklər var, o antibiotik dərman olmaz da, birbaşa belə hallar var. Bunu niyə izah edirəm ki, sən bilməməyin bu başqa anlama gəlir demək deyil. Görüşmək ümidi ilə.